dostlar, bu cələsə uca dağlar başında mahnısının amuzişinə başlayıram. Bu mahnıda kökümüz re köküdür. Tiyonerdə mənim sazımın kökü alt simlər. Üst simlər və orta simlər. Bu mahnı şur dəstgahındadır. Mi bemol pərdəsi işlənəcək, bir də si bemol pərdəsi işlənəcək. Əvvəl bölümün çalğısını çalıb, sonra geçək amuzişə. Bu əvvəl bölümün çalğısı idi. Keçək mizan be mizan amuzişə. Əvvəl mizanımız çalğısı bu halətdədir. Əvvəl sukutla başlayır, orta simə vura bilirik es, rastı mizrab. İdamədə ikinci barmağına si bemolda rast, la da çəp. İkinci barmağının dubara si bemolda rast, üçüncü barmağının doda çəp mizrab. Pəs bir dənə sukut olur, orta simə vururuq rast mizrab. İdamədə 4 mizrab rast çəp olur. Yəni sidə rast oldu, la, si, do. Solfeji olur, es, si, la, si, do. Bu halətdə olur. Ağır ritminə çalsaq bu cür olur. Es, si, la, si, do. Ki, səri haləti bu cür oldu. Es, si, la, si, do. İdamədə bu mizan çalınır. Birinci barmağla la pərdəsində 3 dənə rastı mizrab vururuq. Mizrabdan sonra işarə vururuq. İkinci barmağla si bemola. Ya eləyə bilirik üçüncü barmağla işarəni vuraq do pərdəsinə. Bu halətdə la 3 mizrabdır. Rast halətdə üçünün də pəs işarəsi oldu. Bunu eləyə bilirik.